Toyda gəlinə qızıl deyil, cücə bağışladılar. Nə az nə çox 100 cücə. Gündəm xəbərin efirində 19 iyul tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, hadisə Türkiyədə, Kahramanmaraşda baş verib. Türkiyənin Kahramanmaraş şəhərində keçirilən toy mərasimində maraqlı bir hədiyyə ilə yadda qalıb. Belə ki, qeyd eləyək ki, kebab ustası Mustafa Çabuk keçmiş şagirdi Doğan Gündeşə məhz qızıl əvəzinə 100 cücə hədiyyə eləyib və qeyd eləyək ki, 12 Şubat rayonunda kebabxana sahibi olan Doğan Gündeş və gözəllik mütəxəssisi Rabia Parlaq Gündeşin toyunda məhz təqdim olunan bu qeyri-adi hədiyyə isə qonaqların böyük marağına səbəb olub və toy mərasimində çıxış eləyən Mustafa Çabuk gənc cütlüyə cücələri böyütməyi və gələcəkdə onları sərmayəyə çevirməyi tövsiyə eləyib. O bu hədiyyənin yeni ailə üçün bir növ başlanğıc kapitalı olacağını bildirib. Maraqlı, yəni bu məqam mərasimdə diqqət çəkib və eyni zamanda başqa bir maraqlı məqam isə bəyin dostları da hazırladıkları şou proqramı çərçivəsində toy zalına məhz kranın köməyi ilə daxil olaraq da qonaqları təəccübləndirməyi bacarıblar.